təəssüf ki, ayaqlarına qanın işləmədiyini gördük. Bugün sizə maraqlı bir pasient hekayəsi danışacağam. Hansı ki, bu pasienti onlayn konsultasiya etsəydik, çox böyük bir şey qaçıra bilərdik. 62 yaşlı kişi xəstə idi, şəkərli diabeti var idi. Son zamanlar şəkərlərinin yüksəlməsindən və ayağındakı ağrıdan şikayətlənirdi. Biz xəstəni müayinə edəndə çox gözləmədiyimiz bir şeylə qarşılaşdıq. Xəstənin ürəklə bağlı heç bir şikayəti yox idi. Nə ürək döyünməli, nə tənginəfəslik. Amma ürəyini müayinə etdikdə orada şiddətli bir ritm pozulması aşkar etdik. Daha sonra ayağını isə müayinə edəndə təəssüf ki, ayaqlarına qanın işləmədiyini gördük. Xəstəni EKG-yə yönləndirdik. Həqiqətən də müayinədə müəyyən etdiyimiz ritm pozulması EKG-də təsdiqləndi. Doppler müayinəsində isə təəssüf ki, hər iki ayağın damarlarının trombla tutulduğunu gördük. Xəstəni sürətli bir şəkildə ixtisaslı həkimə yönləndirdik. Təcili şəkildə xəstəxanaya yatırıldı və əməliyyat olundu. Bu hekayə bizə bir daha göstərir ki, illər keçsə də fiziki müayinə əvəz edilməzdir. Bəzən bir toxunuş bir ayağı, bəzən isə bir həyatı xilas edə bilir.